2000'lərdə inşaatçılar metrosunun arxasında yerləşən stadionda qaçardım mən. Ümumiyyətlə uzaq məsafələrə qaçan olmuşam. İndi də qaçıram. Qaçmaq gözəl idman növüdür. Bir gözdən əlil naparnikim var idi. Həmişə məni ötürdü. Yəni stadionu 15-20 kruq olmayanda 10 kruq qaçırdıq. Həmişə məni ötürdü. O aplikasiya mən bir şeyin fəlsəfəsini, psixologiyasını dərk eləməyə çalışan insanam. O mənim dostum idi, dərdləşirdik, anlamağa çalışırdıq bir-birimizi. Mən fiziki cəhətdən ondan geridə qalmırdım. Ancaq o məni həmişə, mən bir dəfə də olsun onu ötməmişəm. O deyirdi ki, mən və o düşünürsünüz, o təsəvvür eləyə bilirsiniz, o stadionda baxmayaraq ki, mən o yanında qaçırdım, o mən ayaq tappıltımı, səsimi eşidirdi. Amma o məndən öndə də gedəndə heç vaxt o stadiondan kənara çıxmırdı, yıxılmırdı, şey eləmirdi. O mənə deyirdi ki, mən qaçanda aplikasiya olmuram, yəni fikrim yayılmır. İndi siz də bu özünüzü bərpa eləmək üçün fikrinizi cəmləyin ki, mən sağalmalıyam. O bilirsiniz ki, yaxşı dərmanlar Blokin B özü 8 manat neçə qəpikdir. Ambiyon olsun, filan olsun, bahalı dərmanlardır. Yəni, özünüz üçün yeriməyə, sağalmağa maddi maraq, prizavoy fond. Ona görə də mən idmanla həmişə bunu müqayisə eləyirəm ki, bugün mən 100 metr getdim, bir ağrı kəsici vuracaqdım, vurmadım, 200 metr getdim, Blokin B alacaqdım, xandraksitmaz alacaqdım filan. Özü üçün bir maraq yaradı gəzməyə. Eyni xəstəlikdən olan varsa, o adamla olsan, o da olar. Yəni, mən bunu sənə deyə bilmərəm. Mənim üçün, məsələn, mən profesional balıqçıyam. Mənim üçün çölə gedib təklikdə orada gəzmək ləzzət eləyir. Ola bilər sənə dəniz kənarı ləzzət eləyər, stadion ləzzət eləyər. Gör, sənə nə ləzzət eləyir, necə rahatlıq tapırsan, necə progres var, irəliləyiş var. Başa düşürsən, yəni mən sənə desəm ki, bunu belə elə, bunu belə elə. Bax, gör, özüvə nə rahatçılıq gətirir. Yatmaq prosesi, yatanda orqanizm bərpa olur, rahat yatmalısan. Bizim ağrınmağımıza, xəstəlik tapmağımıza səbəblərdən biri də odur ki, rahat yatmırıq. Hansı pozada rahat yatmalısan? Gör, orqanizmin sənə nə deyir yatanda? Belində problemin var, prejun var, protruziya var. Gör, yatanda hansı pozada sənə rahatdır? Hansı pozada rahatdırsa, o pozada da yat. Liş bir yat ki, orqanizm öz-özünü bərpa eləyə bilsin.